Mən sakitəm, nə Bazıda biləyəm. elə hiss eləmirəm axı. Mən depressiv hiss eləyirəm. 100% ki, bu sizdə də işləyəcək və Yəni bu absurd bir şeydir. özümə kiçik bir protokol hazırlamışam və It's just me, a pillow, and a nervous breakdown in disguise. In disguise, you're watching Pillow Talks. hər kəsə salam. Çox uzun müddətdir ki, yox idim, çünki başım yaxşı işlərə qarışmışdı. İtaliya, Azərbaycan arası həm də qalmışıq. Və biraz da özümü çox yaxşı hiss eləmirdim. Amma mən fikir verdim ki, artıq getdikcə özümü pis hiss eləməməyim, daha doğrusu pis hiss eləməyim biraz daha asanlaşır. Necə? Artıq o vəziyyətin içində çox uzun müddət qalmıram. Bilirəm ki, bu bir çoxumuzun maraqlandığı və əziyyət çəkdiyi mövzudur. Çünki birdən-birə gəlir. Hardan gəldiyini bilmirsən, necə gəldiyini bilmirsən. Bəzən bilirsən, okey, amma necə həll eləyəcəyini bilmirsən. Sosial media dövründəyik və hər gün scroll edirik, orada qarşımıza min cürə insan çıxır və özümüzü müqayisə etmək üçün minlərlə səbəb çıxır qabağımıza. Psixoloji triggerə məruz qalırıq, hansı ki bu bizim modumuzu sala bilir, qaldıra bilir və ruh halımız çox oynaqdır. Mən belə hallarda nə edirəm? Sadəcə onu deyəcəm. Siz ümumi strukturu götürüb, ümumi düşüncəni götürüb özünüzə uyğunlaşdırsaz, 100% ki, bu sizdə də işləyəcək. Birinci olaraq məncə bu vəziyyətə düşəndə həmişə səbəb tapmalı deyilsən. Çünki mən də o vəziyyətə düşəndə birinci beynim səbəb tapmağa gedir. Niyə belə oldum? Amma həmişə səbəb tapmağım məcbur deyil. Səbəb tapa bilmirsənsə, it's okay. Sadəcə olaraq bu vəziyyətdən necə daha az qalmalıyam, qala bilərəm sualına cavab tapa bilərsən. Yəni mən bu vəziyyət gələndə keçici depressiv hal adlandırıram. Mən özüm üçün bilmirəm, psixologiyada nə adlanır. Bəlkə də böyük major depressiyanın bir parçasıdır. Onu da bilmirəm. Sadəcə olaraq bu vəziyyətlər gələndə özümə kiçik bir protokol hazırlamışam və onun hər hansı birini eləyirəm. Birindən ən asanından başlayıram və eləməyə başlayıram. Səbəb tapmırıq. Tapa bilərik, amma ona fokuslanmırıq ki, bu səbəb nədir? Çünki fokuslansan o vəziyyətdə daha çox qal. Nə qədər fokuslansan, o vəziyyətdə daha çox qalacaqsan. Hər şeyi sınayır. Belə. Həmin anda pis hiss etməyimə baxmayaraq, hər şeyi sınayır. O vəziyyətdə qaldıqca beynin o vəziyyətə öyrəşir və o vəziyyətin artıq çətin çıxırsan. Ona görə nəsə eləməlisən. 1. Özümü pis hiss etməyim normaldır. Yəni mən pis olmağımdan daha çox həmin vəziyyətdə heç nə eləyə bilmirəm. Heç bir işimi görə bilmirəm. Xəyallarım üçün nələrsə eləyə bilmirəm. Özümü günahlandırıram ki, sən onsuz da həmişə beləsən. Yəni birinci elədiyim şey özümü günahlandırmaq idi. İndi fərqinə varıram ki, istirahətə ehtiyacım var. Mən mükəmməl həyat yaşamamışam ki, mükəmməl olum. Çünki insanı həyatı, ətraf mühiti formalaşdırır və mükəmməl nə qədər əgər belə deyim, dəstəkli mühitdə böyüyürsənsə, nə qədər çox sevgi görürsənsə və nə qədər çox dəstək görürsənsə, o qədər çox özgüvənli olursan ətraf. Daha çox xudun daha az dəyişir. Edirəm ki, mən mükəmməl deyiləm və maşın deyiləm, robot deyiləm. Hər an yaxşı ola bilmərəm. Yəni bu absurd bir şeydir. Ona görə artıq nə iş olur olsun, çox önəmli bir iş olsa belə, deyirəm ki, hal-hazırda mənim sağlamlığım daha önəmlidir. Çünki əgər özümü depressiyaya salıb, bilirsiniz ki, yəni fikirləşmək, fikirlər adamı daha çox xəstə eləyir. Həqiqətən məni bir ara fikirlərim xəstə eləyirdi. Mənim hər gün bir yerim ağrıyırdı. Və artıq qəbul eləmişəm ki, heç nə sağlamlıqdan önəmli deyildi. Ən önəmlisi sağlamlıqdır. Sağlam olsan, digər şeylər də eləyə bilərsən. Ona görə artıq deyirəm ki, hal-hazırda beynimə şey göndərirəm ki, mesaj göndərirəm ki, hal-hazırda sağlamlığın daha önəmlidir. Heç bir iş görməyə də bilərsən. It's okay, sadəcə olaraq özünə qayğı göstər. Dünyanın axırı deyil. İkincisi, afirmasiyalara qulaq asıram. Bu bir çoxunuza, əgər bilirsiniz haqqında məlumatınız varsa, bəlkə də sizə mənasız gələ bilər. Çünki mənim də mənasız gəlirdi. Əvvəllər deyirdim ki, okey, mən onlara inanmıram. Necə ola bilər ki, yəni o mənim halımı dəyişsin də. Çünki baxıram, deyir ki, mən sakitəm, nə bilim nəyəm. Mən hal-hazırda elə hiss eləmirəm axı. Mən depressiv hiss eləyirəm. Onlara baxmaq mənə heç bir şəkildə kömək olmayacaq. Amma qəribə bir şəkildə kömək olur. Qəribə bir şəkildə də deməyim. Əslində bu metod psixologiyanın özündə də var. Səhv eləmirəmsə, kognitiv düşüncə dəyişikliyi, nəsə belə bir
terapiya üsuludur. Kognitiv düşüncə terapiyası, nəsə belə bir şey. Adını öyrənib yazarım. Və bu terapiyanın əslində strukturunu bilmirəm necədir, araşdırmalıyam o barədə. Amma məntiqlə odur ki, sənin beynində olan kök inancları, hansı ki mənfidirlər, sənə zərər verirlər, mənfi demək, sənə zərər verirlər. Onları müsbətə doğru, məntiqli fikirlərə doğru dəyişirsən. Məsələn, sən fikirləşirsən ki, mən dünyanın ən çirkin insanıyam. Əslində bu məntiqli deyil, çünki dünyanın ən çirkin insanı ola bilməzsən. Sadəcə olaraq sənin inancın belədir ki, sən dünyanın ən çirkin insanısan. Bu kök inancdır və bu sənin digər hərəkətlərinə də təsir eləyir. Və bunu dəyişirlər. İnancını dəyişəndən sonra artıq digər özgüvənsizliklərin, məsələn, buna bağlı olan utancaqlığın, bunlar dəyişir uzun müddətli bir dövrdə. Dediyim, yəni bunun beynindəki inancların dəyişməsi önəmlidir. Afirmasiyalarda bunun biraz mümkün qılır. Qısa müddətli dövrdə daha motivasiyalı və mudun yüksək olur. Uzun müddətlidə də sənin inancların dəyişir. Yəni afirmasiyaları mən rutinə çevirməyə çalışıram. Çalışmıram əslində, yəni yaxşı gəlir deyə hər səhər duranda açıram. Afirmasiyalar backgroundda gedir və mən səhər yeməyimi hazırlayıram. Nəsə iş görəcəmsə onu eləyirəm və təkrarlayıram onları. Görürəm ki, həqiqətən də məntiqli gələn şeyləri qəbul edə bilirəm. Bütün düşüncələrimi dəyişə bilmərəm bir anlıq, amma məntiqsiz olanları, ən üzdə görünən məntiqsiz olanları ən azından dəyişə bilirəm və yəni bu mənim stres və təşviş reytimi azaldır. 3. Hərəkət. Hərəkətin bu qədər stres və təşvişi azaltdığını əvvəldən bilsəydim, yəqin ki, eləməyəcəkdim. Mənə biraz geç çatır. Amma kaş bunu 21 yaşımda falan öyrənərdim və bu 8 ili boş yerə keçirtməzdim. Çünki bu ani ruh dəyişikliklərinə görə əslində çox şey itirdiyimin fərqinə varmışam. Bu başqa bir şeyin mövzusudur. Demirəm gelin idman zalına. İdman zalına getməkdən, nə bilim, ağır idmanla məşğul olmaqdan söhbət eləmirəm. Təbii ki, onunla da məşğul ola bilərsə, əgər istəyirsinizsə. Amma o ilk başlayanlar üçün biraz çətin gəlir. Çünki yarıda saxlayırsan. Bir gün eləyirsən, 2 gün eləyirsən, yarıda saxlayırsan. Özünü baskı altında hiss etmədən, bugün yarım saat, 1 saat idman eləyəcəm demədən, 5 dəqiqə belə olsa, hərəkət eləyəndə, ən azından stretching eləyəndə adamın özgüvəninin, mudunun, əhval-ruhiyyəsinin necə qalxdığını, yəni özünüz əgər eləyirsinizsə sizdə siz biləcəksiniz, eləməyənlər də sınayıb, ən azından davamlı olaraq eləyib, sınayıb, görəndən sonra videoya gəlib yazar. Bilirəm, bəzən adam donur, yerindən durmaq istəmir, heç nə eləmək istəmir, heç nə sağlamlığın vecinədir, heç nə vecinə deyil. Çünki heç bir şəkildə dopamin yoxdur içindəki, gəlsin sən o qaldırsın. Həyat eşqin ölmüş vəziyyətdə, həmin vəziyyətlərdə başqa heç nə fikirləşə bilmirsən. Amma gördün ki, belə bir işıq yanır, işıq yanan momentdə onu eləyə bilərsən. Çünki o işıq birdən yana təzdən sönə bilir. Yanan momentdən, yanan andan istifadə eləsəz, ruh halınız aşağı doğru getməyə davam etməkdənsə yuxarı doğru getməyə gedəcək. Yəni buna əmin ola bilərsiniz. Çölə çıxmaq, mən yüzməyi çox sevirəm. Yəni ən azından çölə çıxmağı, hava almağı, bir şeylərə baxmağı, observe eləməyi, günün hər çıxanda gün ayrı hissədə olur deyə, fərqli şəkildə olur deyə, binaların üstünə fərqli şəkildə vurur deyə. Nəysə, ümumi olaraq yəni observe eləməyi sevirəm. Ona görə bu mənim stresimi rahatlaşdırır, azaldır. Məncə bir çox insana hava almaq yaxşı gələr. Bunun üçün bizə nə pul lazım deyil çox, nə əlavə bir şey lazım deyil də. Yəni sadəcə çıxıb çöldə 10 dəqiqə gezəcəksən. That's all. That's all bitch. Art sahəsində olan birisi olmasan belə, oradan sənə həyatla bağlı inspiration gələcək. Çünki həyatın özü ilə daha çox qarşılıqla əlaqədə olursan. Ağacların necə orada heç nəyə ehtiyacı olmadan, əlavə bir şeyə ehtiyacı olmadan sadəcə olaraq var olduğunu görürsən və deyirsən ki, okey də mən də heç nə eləmədən var ola bilərəm. It's okay, yəni heç nə eləmədən belə mən dəyərliyəm. Yəni bunu təbiətin özündən hiss eləyirsən və yaxşı gəlir.
Yəni varlığını bir dəqiqəlik də olsun mənalandıra bilirsən. Mənim pozitiv videoda belə negativ şeylər deməyim. What the fuck? Okay, nəsə yaratmaq yazmışam. Nəsə yaratmaq, yenə deyirəm, incəsənət sahəsində olan bir insan olmaya da bilərsiniz. Sadəcə olaraq içinizdən nə gəlir həmin dəqiqə, yəni heç kəs sizi qınamasa ya da həmin dəqiqə neyniyərdinizsə, dünyadakı heç kəs olmasa həmin dəqiqə neyniyərdiniz, onu axtarıb tapıb, çünki onu həmişə şey eləyə bilməz. Amma tapmadan belə yavaş-yavaş hər şeyi sınaya bilərsən. Məsələn, nəsə yemək hazırlaya bilərsən, video çəkə bilərsən. Uzanıb fikirləşməkdənsə hərəkət eləməyin, yenə hərəkətdə olmağın daha yaxşıdır. Son olaraq demək istəyirəm ki, özünüzü günahlandırmağı cidden buraxın. Çünki heç bir şəkildə kömək olmur və məntiqli düşüncələr də deyil. Özünüzü günahlandırdığınız şeylər düz ola bilər, düz olmaya da bilər. Amma mən deyirəm ki, heç bir məntiqi yoxdur, heç bir mənası yoxdur. Sadəcə olaraq nədənsə narahatsansa özündə dəyişə biləcəyin bir şeydirsə dəyişirsən. Bu mindsetdir. Həmişə eləyə bilmirik. Mən özüm də demirəm ki, mən heç bir zaman özümü günahlandırmıram. Sadəcə o düşüncələr avtomatik beynimə gələndə o düşüncələrə inanmamağı seçirəm artıq. O düşüncələrin əleyhinə nəsə tapmağı seçirəm artıq. Nəinki biraz da o düşüncələrin ətrafında story yaradıb özümü tamamilə dünyanın ən aşağı insanı kimi görməkdənsə onun əleyhinə nələrsə deməyi fikirləşirəm. Çünki məncə hamımız ağıllı insanlarıq və kimlənsə üzbəyiz söhbətdə onu əgər səhv çıxarda biliriksə, belə deyim, məntiqli olaraq səhv çıxarda biliriksə, özümüz də səhv çıxarda bilərik. Öz beynimizin fikirləşdiyi hər şeyə inanmamalıyıq. Çünki beynimiz bəzən bizə yalan deyir. Çünki niyə? Çünki qorxur. Zərər görməkdən qorxur. Sadəcə ona demək lazımdır ki, təhlükədə deyilsən. Hər şey yaxşıdır. Bunu davamlı olaraq ümumiyyətlə bu 2-3 sözü davamlı olaraq beyninizdə fırladın. Təhlükədə deyilsən, hər şey yaxşıdır. Hal-hazırda təhlükə haqqında yox, şeylər haqqında düşünsək daha yaxşı olar. Beyninə bu mesajı göndərirsən, o da yavaş-yavaş öyrəşir, yavaş-yavaş səni başa düşməyə çalışır. Mən də tam ermiş sayılmaram. Mən də bu yolculuqdayam. Öyrəndiklərimi sizinlə bölüşməyə xoş duyuram. Təcrübə elədiklərimi sizinlə bölüşməyə xoş duyuram. Əgər siz də bəyənirsinizsə, bəyənməyi və rəy yazmağı, fikirlərinizi bildirməyi unutmayın. Sizi çox sevirəm. Hələlik. You're watching Pillow Talks.